Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 43-cü dərs Allahdan bağışlanma diləmək. Dərsimiz 10 ayədən ibarətdir və yeni sözlər dəftərə qeyd edərsiniz, əlavə sözlər də olacaq, yenə təkrar edəcəyik. Və birinci ayəmiz Bəqərə surəsi 268-ci ayədir. Bismillahirrahmanirrahim. Əş-şeytan, yəni şeytan, ya'idukum. Ya'idukum, yəni ya'idu vəd verir, vədə sözündəndir. Vəd verir kum sizə əl-fəqra, yəni fəqirliyi, yoxsulluğu. Və yə'murukum, və yə'murukum daha doğrusu əmr sözündəndir və əmr edir sizə bil-fəhşə, yəni fəhşə sözündəndir, yəni pis işləri, alçaq işləri əmr edir. Şeytan sizə fəqirlik, yoxsulluq vəd edir və pis işləri, alçaq işləri əmr edir. Vallahu, yəni və Allah, belə də deyə bilərik, Allah isə ya'idukum, vəd edir sizə məğfirah, yəni bağışlanmaq. Minhu, yəni öz tərəfindən, onun tərəfindən, ondan, belə də deyə bilərik. Və fədlə, fədlə, yəni fəzilət sözündəndir, yəni və fəzilət, üstünlük, yaxud bərəkət də demək olar, verir. Vallahu və Allah, vəsi'un, vəsi'un geniş söz deməkdir, genişdir. Yəni burada rəhmətindən söhbət gedir, Allahın rəhməti genişdir. Alimun, yəni hər şeyi biləndir. Ümumi tərcümə də belədir ki, şeytan sizə fəqirlik, yoxsulluq vəd edir və pis işləri, alçaq işləri əmr edir. Allah isə öz tərəfindən bağışlanmaq və fəzilət, üstünlük, bərəkət verir, vəd verir. Allah rəhməti ilə genişdir, hər şeyi biləndir. Yəni əlavə sözlər deməsək, hər cür tərcümə etdik. Bunu, yəni fəqirlik, yoxsulluq hər iki adına deyirik. Misal üçün fəzilət, üstünlük, bərəkət, yəni bunu birini də götürə bilərsiniz. Dediyimiz kimi Allah genişdir, biləndir, belə demək olar. Amma məna olaraq Allah rəhməti ilə genişdir, hər şeyi biləndir. İkinci ayəmiz Nisa surəsi 48-ci ayədir. Bismillahirrahmanirrahim. İnnallaha həqiqətən Allah lə yəğfiru. Yəğfir, yəni məğfirət sözünə, bağışlanma sözündəndir. Lə yəğfir, bağışlamaz. Bağışlamaz. Ən ki yüşrək, yəni şərik qoşulsun. Yəni ona şərik qoşmaq, yəni bihi, ona şərik qoşmağı bağışlamaz. Və yəğfir və bağışlayar mə dunə zəlik, yəni ondan o bağışlayar o şey ki dunə, yəni ondan qeyrisini. Mə o şey ki dunə qeyri zəlik o, yəni ondan qeyrisini bağışlayar limən o kəs üçün ki yaşayı istədiyi kəs. Ümumi tərcümə şübhəsiz Allah ona şərik qoşulmasını bağışlamaz. Amma bundan başqasını istədiyi şəxsə bağışlayar. Belə də deyə bilərik. Üçüncü ayəmiz Nisa surəsi 110-cu ayədir. Bismillahirrahmanirrahim. Və mən və kim yə'məl, yəni iş görsə, iş görər. Su'ə, yəni pis. Kim bir pis iş görər. Əv və yaxud yazlimu. Yazlim, yəni zülm edər. Nəfsəhu, yəni öz nəfsinə, yaxud özünə. Thummə, sonra. Yəstəğfirilləhə, yəni sonra Allahdan bağışlanmaq istəsə, diləsə. Yəcidilləhə, yəcidə, yəni burada tapar,
yəni ya da görər də deyə bilərik. Tapar Allahı Qafuran, yəni bağışlayan, Rahimə, yəni mərhəmətli. Yəni burada belə də demək olar ki, kim pis bir iş görər və yaxud özünə zülm edər, sonra Allahdan bağışlanmağını diləsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. Ya da Allaha bağışlayan və mərhəmətli olduğunu tapar da deyə bilərik. 4-cü ayə Ənfal surəsi 29-cu ayədir. Bismillahirrahmanirrahim. Yə əyyuhəl-ləzīnə əmənu, ey iman gətirən kəslər. İn əgər təttəqullahə, Allahdan qorxsanız, yaxud Allahdan çəkinsəz, Allaha təqvalı olsanız, yəcəl təyin edər ləkum sizin üçün furqanən, yəni furqanı, haqqı batildən ayırmağı və yukəffir və demək və yukəffir, yəni təmizləyər, örtər, üstünü örtər, ənkum sizdən, səyyiətikum sizin günahlarınızı. Burada məna olaraq kiçik günahlarınızdan söhbət gedir. Və yəğfir və bağışlayar, burada böyük günahlardan gedir, ləkum sizin üçün. Vallahu və Allah zul fədlil azim. Zu yəni üzr istəyirəm. Bu yəni fəzilət, lütf mənasındadır. Daha doğrusu sahib mənasındadır. Zul fəzil yəni fəzilət sahibi, lütf sahibi. Çünki burada izafət, əvvəl fəziləti tərcümə edirik, sonra zu. Zu sözü sahib deməkdir. Əl-azim yəni böyük. Ümumi tərcümə də belədir ki, ey iman gətirən kəslər, əgər Allahdan qorxsanız, Allaha təqvalı olsanız, o sizə haqqı batildən ayırt etməyi verər. Yəni təyin edər, verər, qərar verər. Ya da furqanı sizə verər də demək olar. Və sizin günahlarınızı üstün örtər və sizi bağışlayar. Axı Allah böyük fəzilət, lütf sahibidir. 5-ci ayə Hud surəsi 52-ci ayədir. Ayə sona qədər deyil. Bismillahirrahmanirrahim. Və yə qavmi, ey qövmüm, İstəğfiru, yəni bağışlanma diləyin. Rabbəkum, öz Rəbbinizdən. Thumma, sonra tubu iləyhi, ona tərəf qayıdın. Tövbə edin ona tərəf. Ona tövbə edin, yaxud da ona tərəf qayıdın. Yursilis səmə aleykum. Yursili, yəni göndərsin əs-səmə, yəni göylərdən, aleykum sizin üzərinizə, midrara. Midrara sözü leysan kimi də gedir, bollu yağış kimi də gedir. Yəni belə tərcümə edə bilərik. Ümumi tərcümədə belədir. Ey qövmüm, Rəbbinizdən bağışlanma diləyin. Yaxud bağışlanmağınızı diləyin. Sonra ona tövbə edin ki, göydən sizə leysan yaxud bollu yağış göndərsin. 6-cı ayə İbrahim surəsi 10-cu ayədir. Sona qədər deyil. Bismillahirrahmanirrahim. Qalət dedi, rusuluhum, demək, onların peyğəmbərləri, yəni onlara dedilər, belə də demək olar. Onların peyğəmbərləri dedi. Əfilləhə, yəni Allah barəsində, burada belə deyə bilər, Allah barəsində, yəni içində, Allah barəsində şək edirsiniz, şək içindəsiniz də demək olar. Fətir, yəni yoxdan yaradan, yeni sözdür, dəftərə qeyd eləyərsiniz. Əs-səməvəti vəl-ərd, yəni yeri və göyləri yoxdan yaradan. Yəd'ukum, yəni burada çağırır sizi, demək, çağırır sizi ya da dəvət edir sizi, liyəğfira,
Yəni li üçün, yağfir, yəni bağışlamaq üçün. Bağışlamaq üçün, ləkum sizin üçün, yaxud sizə, sizi, sizə, mindan şəkil ki, zunubikum, yəni sizin günahlarınızdan. Günahlarınızdan, sizi günahlarınızdan sizin üçün bağışlayar, sizi ümumi tərcümə isə Peyğəmbərləri onlara dedilər, göyləri və yeri yoxdan yaradan Allah barəsində şək edirsinizmi? Şək içindəsinizmi? Günahlardan sizi bağışlamaq üçün o sizi günahlardan bağışlamaq üçün çağırır. Yaxud da deyə bilərik, günahlardan sizi bağışlamaq üçün çağırır sizi, dəvət edir sizi. Yeddinci ayə Ğafir surəsi 55-ci ayədə də Mumin surəsi də deyilir və 55-ci ayədir. Bismillahirrahmanirrahim. Fəsbir, yəni elə isə səbr et. İnnə həqiqətən va'dallahi haqq. Yəni həqiqətən Allahın vədi haqdır. Və estəğfir və bağışlanma dilə li zənbikə, yəni öz günahın üçün. Zənbik, yəni zunub necə cəm formasındadır günahlar, zənbik təkdədir. Yəni öz günahın üçün, li üçün zənbik, zəmb günah, kə öz, yəni sənin günahın üçün. Və səbbih və təsbih et, bihamdi, həmd səna ilə, Rabbikə öz Rəbbini, bil-əşiyyi, bir burada tərcümə olunmur, yəni axşam, vəl-ibkər səhər deməkdir. Yəni səhər və axşam öz Rəbbini həmd ilə təsbih et deməkdir. Ümumi tərcümə də belədir ki, 7-ci ayə, elə isə səbr et, həqiqətən Allahın vədi haqdır və öz günahlarından bağışlanma dilə və axşam və səhər Rəbbini həmd ilə təsbih et. 8-ci ayə Fussilat surəsi 43-cü ayədir. Bismillahirrahmanirrahim. Deməli, mə yuqalu. Burada mə sözü inkardır, yəni deməli, amma biz demişdik ki, mə ilə illə gələndə biz təsdiq formasına tərcümə edirik. Burada da elə tərcümə edəcəyik. Mə yuqalu, yəni demir, deyilmir ləkə sənin üçün illə başqa bir şey. Mə qad qilə, yəni deyilənlərdən başqa o şey ki deyildi, belə deyək. Şübhəsiz ki o şey ki deyildi lirrusuli, yəni peyğəmbərlər üçün. Min qablikə, səndən öncə. İnnə rabbəkə, həqiqətən sənin Rəbbin ləzu, yəni zu sahibdir. Məğfirə, yəni məğfirət sahibidir. Və zu və sahibdir. İqabil alim. İqabil alim, yəni ağrılı əzab deməkdir. Ümumi tərcümə də belədir ki, sənə ancaq səndən əvvəlki peyğəmbərlər üçün deyilənlər deyilir. Ya da deyə də bilərik ki, səndən əvvəlki peyğəmbərlər üçün deyilənlərdən başqa heç nə deyilmir. Belə də deyə bilərik. Həqiqətən sənin Rəbbin bağışlanma və ağrılı əzab sahibidir. Ya da deyə bilərik, həqiqətən sənin Rəbbin iman gətirənlər üçün bağışlanma və itayətsizlər üçün ağrılı əzab sahibidir də deyə bilərik. 9-cu ayə Məhəmməd surəsi 15-ci ayədir. Ayəmiz sona qədər deyil və ortada da, yəni diqqət eləyək ki, tam axıra qədər deyil. Bismillahirrahmanirrahim. Məsəlu, yəni burada məsəl kimi gedir, vəsf kimi də gedir. Məsəlul cənnə, yəni cənnətin misalı, vəsfi, əlləti o şeydir ki, vəidə, yəni vəd olunur,
El-muttaqin, muttaqilərə, təqvalılara vəd edilmiş cənnətin vəsfi məsələsi. Fiyhə, orada ənhər, yəni orada çaylar vardır da deyə bilərik. Orada çaylar vardır və ləhum, yaxud da belə deyə bilərik. Orada çaylar və ləhum və onlar üçün orada fiyhə və ləhum onlar üçün fiyhə orada min kulli, yəni hər bir şey əs-səmərat, yəni meyvələr, yəni meyvələrdən hər hansısa, yəni hər cür meyvələrdən var. Və məğfiratun, yəni və bağışlanma min Rabbihim, öz Rəbləri tərəfindən var. Ümumi tərcümə isə belə gedir ki, 9-cu ayə, Məhəmməd surəsi 15-ci ayə, təqvalılara vəd edilmiş cənnətin vəsfi məsələsi belədir. Orada çaylar və onlar üçün hər cür meyvələr və Rəblərindən bağışlanma var. Hər cür meyvələrdən də var, belə deyə bilərik, hər cür meyvələrdən var və Rəblərindən bağışlanma var. Və sonuncu ayəmiz 10-cu ayə, Hədid surəsi 20-ci ayədir. Burada da sona qədər deyil ayəmiz, ortada. Diqqət eləs, 3 nöqtə də var burada. Bismillahirrahmanirrahim. İ'ləmu, yəni bilin. Ənəmə ki, əl-həyatü dünya, üzr istəyirəm, dünya həyatı. La'ibun, yəni oyun oyuncaq. Və ləhun, yəni əyləncə. Və zinətun, yəni zinət əşyası kimi gedir, yəni bərbəzək. Və təfəxur, yəni fəxr edəcək bir şey deyə bilərik. Fəxara sözündəndir. Və təfəxur, yəni öyünmək. Beynəkum, beynə arasında, kum sizin, yəni öz aranızda. Və təkəthur, təkəthür kəthərə sözündəndir, yəni əksəriyyət sözündən, çoxluq sözündəndir. Və təkəthür, yəni həddindən artıq nəsə istəmək, yaxud çoxaltmaq. Fil əmvəli, yəni mallardan, mülkdən, malınızdan, mülkünüzdə çoxaltmaq mənasındadır. Vəl-əvləd və övladlarınız. Yəni, bura qədər tərcümə etsək, bilin ki, dünya həyatı oyun oyuncaq, əyləncə, bərbəzək, öz aranızda öyünmək, mal, mülkü və övladı çoxaltmaqdır. Çoxaltmaqdan ibarətdir də deyə bilərik. Çünki ibarətdir olmasa da biz cümləni elə deyə bilərik ki, cümlə düz alınsın. Sonra axıra qədər deyil ayə və davamında və fil əxirəti əzəbu şədid və axirətdə şiddətli əzab vardır. Və məğfiratun minəllah və Allahdan bağışlanma vardır. Və ridvan və razılıq vardır. Və məl həyatü dünya və burada mə inkarı bildirir və dünya həyatı deyildir illə başqa mətəul qurur. Mətəul, yəni mətə, yəni burada mal, vasitə, mal da deyə bilərik. Mətəul qurur, yəni aldanma. Qurur, aldanma deməkdir. Ya da aldanma, aldadıcı vasitə, aldanma vasitəsi, aldadıcı mal kimi gedir. Mətəul qurur. Ümumi tərcümə də belədir ki, bilin ki, dünya həyatı oyun oyuncaq, əyləncə, bərbəzək, öz aranızda öyünmək, mal, mülkü və övlad çoxaltmaq, həddini artıq çox istəmək, çoxaltmaqdan ibarətdir. Axirətdə şiddətli əzab vardır. Allahdan bağışlanma və razılıq da var. Dünya həyatı aldanma, yaxud aldadıcı maldan, yaxud aldanma vasitəsindən başqa bir şey deyildir. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.